Əyyub 18-ci fəsil. Bildad. Şuahlı Bildad belə cavab verdi. Bu sözlər nə vaxt qutaracaq? Əgər dərrakəli olsaz danışarıq. Niyə heyvana bənziyək? Gözlərinizə axmaq kimi görünək? Özünü hirsindən didib dağıdırsan, sənə görə bu aləmdən vaz keçəkmi? Yoxsa sal qayalar yerindən çıxsın? Bəli, şəhər insanın işığı sönəcək. Odu alovu parlamayacaq. Çadırında nur qaranlığa dönəcək. Yanındakı çıraq sönəcək. Addımları gücdən düşəcək. Öz işlətdiyi fənddən yıxılacaq. Ayaqları onu tələyə aparacaq. Öz ayağı ilə tora düşəcək. Kəmənd topuğundan tutacaq. Tələ açılıb onu qapacaq. Torpaq üstə onun üçün gizli kəmənd səriləcək. Yolu üstə onu tələ gözləyəcək. Dəhşət onu hər tərəfdən bürüyəcək, hər addımda onu təqib eləyəcək, aclıq taqətini yeyib qutaracaq, yanında fəlakət hazır dayanacaq, dərisini azar yiyəcək, ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək, əminamanlıq çadırından atılacaq, dəhşətlər padşahının yanına aparılacaq, çadırında ona aid heç nə olmayacaq, yurduna kükürd yağacaq, aşağıda rişələri quruyacaq, yuxarıda budaqları solacaq. Onun adı yer üzündə unudulacaq. Məhəllə küçələrdə adı yaddan çıxacaq. İşıqdan zülmətə aparılacaq. Dünyadan qovulacaq. Nə övladı, nə nəvəsi xalq arasında olmayacaq. Məskənində bir kimsəsi qalmayacaq. Qərbdəkilər halına heyrətlənəcək. Şərqdəkilər onu görüb dəhşətə gələcək. Bəli. Pislərin həyatının aqibəti budur. Allahı tanımayanların məskəni budur.